Bircə bu qızı ərə versəydim canım qutarardı. Hürriyə nətərsən? Yadında o gün dediniz sənin bir padruqan var. Onun oğlu bizə elçi düşmək istəyir. Onlara denən ki, hər adama qız vermək istəmirəm. Niyə? Çünki dosta tanışa qismət olası qızdır. Dosta tanışa qismət olası nə sözdür? Ne var ya mən? Aybala, sənin 39 yaşın var. Sən evlənmək vaxtın deyil Aybala. Acından ölürəm. Ben dur bir dənə qayğanaq pişireyim də. Ne olar ki? Evdə yumurta yoxdur. Yatmısan fil qulağında. Oğullar var axtarır, evləndirmək istəyir. Bibim rayondan yumurta göndərmişdi. Mam dedi ki, apar qonşuya da ver. Bizə də rayondan toyuq göndərəcəklər. Mən o toyuqdan sənə pay qoyub gətirərəm axşam. Bizə toyuq lazım deyil, xala. Bizə xoruz lazımdır. Ana, bu adamı banladar ey. Mən nə qələt elədim qarpız əhdi. Sən elədin bacana. Gəldin mənə dedin ki, qarpız istəyir. Hanı? 5 qəpiyə verirəm, kilosunu satamıram bacana. Mən nə qaylım? Mənim ötəm, çırparaq bana baxsın. Müşteri gəlir. Tələsmə, təncimə. Bir dənə bu qarpızdan yiyin. Gör belə bir qarpız yer misin? Sağ vermə. Ne şahsen? Necə qarpızdır? Mənim, qarpızın soska kimi əmmi. Çığırtma bankın nümayəndəsiyəm. Gəlib bizdən bankdan böyük bir kredit almışdı təsərrüfat üçün. Ödənişlərinizdə gecikmələri var. Mənim başına görüm, olsa sizdən bankdan pul götürəndə elə faiz qoyursunuz ki, adamı çığırdırsınız. Alış yoxdur ki, satış olsun, mən də veriş eləyim. Mənə bircə ədəd qarpız lazımdır. Yaxşı qarpızdır mı? 3-4 kiloluq balaca bir ədəd qarpız ver. 3-4 kilo olunursan, qalyanın başına keçirdəsən. Ne verin buna? 5 qəp. 5 qəpiyə qarpız mı olar? Sənin insafın hardadır? Mən bunun kilosunu 5 qəpikdən verirəm. Mən 5 qəpik marketdə verirlər, götürmürsünüz. O 5 qəpiyə də əməldə mi? Yaymanbaş sponsorları Predo Uşaq Bezləri və Abşeron Ticarət Mərkəzi. Xüsusi sponsorları QX Məişət Əşyaları, Rosko Halal Məhsulları. Sponsorları Çiko Günə Baxan Tumları, Oba Marketlər Şəbəkəsi, Hell New Generation. Komedi Xana, bazar günü saat 22-də Xəzərdə.